Bu şehir Bərdədə Murad Safi var. Qalan oğlandı. Çox qəşəng də yazır. Meyxanasında yaşır. O yazıbdı. Ata şehridir. Amma belə kövrək bir şehirdir də. Bir gün nə iş var idi, nə pul, nə para. Dedim bir dükan götürüm, gəldim qərara. Dükan götürdüm, günlərin biri qarşısına yazdım telefon təmiri. Bir gün gecikmişdim, tez durub qaçdım. 11'in yarısı dükanı açdım. Dükana bir qoca kişi buyurdu. Dedim dayı əyləş, qoca oturdu. Üzümə baxırdı, heç nə demirdi. Elə bil illərlə çörək yemirdi. Cibindən bir telefon çıxartdı dedi. Elə bil yarasını qopartdı dedi. Dedi ki bu telefon işləmir bala. Elə 10 ilə yaxın da az qala. Telefonunu alıb yoxladım onun. Amma xarablığı yoxdur telefonun. Dedim ki telefon işləyir qoca. Dözmədi üstümə səsləndi uca. Dedim ki işləmir yaxşı bax ona. Bir də yoxlamaq üçün baxdım telefona. Dayıcan bu telefon işləyir vallah. Dedi onda bəs bunu götürər Allah. Göz yaşım donubdur gözümdən getmir. 7 oğlum var biri zəng etmir. Qoca ayağa durub bir söz dedi. Hər nə söz dedisə düz dedi. Dedi kim olsa valideyn xəcalətində, batildir namazın da, ibadətin də, batildir namazın da, ibadətin də. Allah heç bir atanı övladı ilə sınağa çəkməsin.